Mənə yazaraq. Demək, bu hissə barəsində danışdıq, bunu dərsdə də bildirmişdim. Alimlər tarix adları düşmürlər. En yakın ilk universal kompüterin adı olmuşdur. Elektron hesablama maşınları element bazasına görə nəsillərə bölünürlər. Gəldik birinci nəslə. Element bazası olmuşdur elektron lampalar. Xarici daş qurğusu olmuşdur perfokartlar. Mən istəyirəm ki, sizə perfokartın şəklini göstərim ki, bu perfokart necə olur. Perfokart deşikli vərəqlərdir. Baxın, bu şəkildə olur deşikli vərəqlər. Və burada vərəqlərdə nömrələr var. Sıfırlar, birlər, ikilər, hər bir ədədlərdən nə qədərsə istifadə olunur. Və həmçinin də bu deşikli vərəqlərə köhnənin SSD-si də deyirlər. Növbətə gəldi tətbiq sahəsi. Tətbiq sahəsi isə əsasən birinci nəsildə riyazi məsələlərin həll olunmuşdur. Gəldi ikinci nəslə. İkinci nəslin element bazası tranzistorlar və yaxud da ki, yarım keçirici diyodlar olmuşdur. Bu qurğu xarici daş qurğusu olmuşdur maqnit lenti və ikinci nəsildə meydana gəlmişdir giriş-çıxış qurğularının təkmilləşdirilməsi, mətn tipli informasiyanın emalı, ilk dəfə alqoritmik dillərdən istifadə, xarici qurğularla əsas qurğuların paralel işləməsinin qismən təmin edilməsi. Növbətə gəldi üçüncü nəsil. Üçüncü nəslin element bazası integral sxemlər və mikroelektronika, xarici daş qurğusu maqnit diski, aparat proqram vasitələrinin birgə istifadəsi, əməliyyat sisteminin istifadəsi, monitor klaviatura, modul prinsipi, multiproqram rejimi, asinxron dəyişdirilə bilən quruluş və s. Hamısı üçüncü nəsildə meydana gəlmişdir. Üçüncü nəsildə bildirmişdik ki, bəs qəribə adlar gördüyüsü üçüncü nəslə aiddir. Növbətə gəldi dördüncü nəsil, günümüzdə istifadə olunan nəsildir. Element bazası olmuşdur böyük integral sxemlər və ya çox böyük integral sxemlər. Həmçinin də fərdi kompüterlər dördüncü nəsildə yaranmışdır. Bunu da bildirək ki, əməli yaddaş RAM-ı bildirir. RAM. Əvvəlki nəsil kompüterlərdə RAM qurulurdu maqnit nüvələrində. Dördüncü nəsil kompüterlərdə isə qurulur artıq integral sxemlərdir. Dəfələrlə qəbula düşübdür, bilməyimiz şərtdir. 5-ci və 6-cı nəsillər bizim, belə deyirlər, ehtiyacımız yoxdur. Gəldik kompüterin strukturu və arxitekturası anlayışlarına. Biz dərsdə bildirmişdik, kompüterin strukturu nədir, arxitekturası nədir? Yenə də üzərindən keçirəm ki, daha yaxşı başa düşək. Kompüterin Gördüğümüz yer. strukturu, bəli, bizim gördüyümüz hissədir, sıt yazıram. Kompüterin arxitekturası isə bizim görmədiyimiz hissədir. Yəni, kompüterin strukturu deyəndə əsas əlavə Salam qurğu, müəllimə. yaddaş qurğuları, onlar arasındakı əlaqələr nəzərdə tutulur. Arxitektura dedikdə isə bu tərkib hissələrin, yəni bu qurğuların tərkib hissələrinin öz aralarında necə əlaqələndirilməsi başa düşülür. Bir sözlə, kompüterin strukturu bizim gördüyümüz hissə, kompüterin arxitekturası isə bizim görmədiyimiz hissədir. Növbəti gəldi John von Neumannın prinsipləri. John von Neumannın cəmi 4 dənə prinsipi var idi. Bu prinsiplər hansılar idi? Kompüter proqramla idarə olunan avtomatdır, yəni kompüterin işləməsi üçün mütləq proqram lazımdır. Biz bildirmişdik, əməliyyat sistemi olmasa, kompüter, telefonlar idarə oluna bilməzlər. Yəni, kompüter proqramla idarə olunan avtomatdır. Mütləq şəkildə hər bir kompüterin yaddaşı olmalıdır. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş həm bir ölçülü, həm də xəttidir. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur. Və həmçinin də dördüncü, verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Oldu John von Neumannın 4 dənə prinsipi. Növbətə gəldi kompüterin arxitekturası. Kompüterin arxitekturası hissəsini yazmışdım əzbər. Yəni bu, gərək siz oxuyasınız. Gəldim indi isə əsas cədvəllərdən biri olan kompüterin məntiqi strukturuna. Kompüterin məntiqi strukturunu verən alim olmuşdur John von Neumann. Bunun üzərində bir xeyli yazılarımız var. Və kim tərəfindən verilibdir? John von Neumann. John von Neumann'a görə kompüterin məntiqi strukturu iki hissədən ibarətdir. Mərkəz hissə, periferiya hissəsi. Mərkəzi hissə özü də iki hissədən ibarətdir. Mikroprosesor, yəni CPU və daxili yaddaş qurğusu.
CPU özü də iki qurğunu özündə birləşdirir. İdarəetmə qurğusu, yəni İQ, hesab məntiq qurğusu da HMQ. Gəldi daxili yaddaş qurğularına. Daxili yaddaş qurğuları RAM və ROM-dur. RAM-a həmçinin deyilir fəal yaddaş, həmçinin deyilir operativ yaddaş, həmçinin deyilir müvəqqəti yaddaş. RAM informasiyanı müvəqqəti kompüterin yaddaşında saxlayır. Mən hal-hazırda tutaq ki, Zoom-dayım. Əgər Zoom-dan çıxsam, kompüterin yaddaşından silinmiş olacaq, yəni RAM-dan silinmiş olacaq. Və yaxud da ki, əməliyyat sistemini bağlamaq istəyirəmsə, bu zaman nə edirəm? Gəlirəm kompüteri shutdown vasitəsilə söndürürəm. O zaman artıq əməliyyat sistemi RAM-dan silinmiş olur. Bəs əməliyyat sistemini mən yenidən kompüteri necə işləyə bilərəm? Daimi yaddaş vasitəsilə. Daimi yaddaşda ROM-dur. ROM-un daxilində 2 dənə qurğu olur. BIOS və CMOS. Həmçinin yanında CMOS-un bateriya da yazıram ki, CMOS əslində bir bateriyadır. CMOS bateriyası. BIOS nə edir? Birinci vəzifəsi budur ki, giriş-çıxış baza sistemidir. Giriş-çıxış baza sistemi. İkinci vəzifəsi də budur ki, əməliyyat sistemini RAM-a yükləyir. Əməliyyat sistemini RAM-a yükləyir. Yəni, biz kompüterimizi açarkən əməliyyat sistemimiz RAM-a yüklənir. Nə vasitəsilə? BIOS vasitəsilə. Həmçinin də deyilir ki, giriş-çıxış baza sistemidir. Bəs bu nə deməkdir? Giriş-çıxış baza sistemi budur ki, biz kompüterimizi açarkən bizim qarşımıza hansısa bir bildirişlər gəlir. Bu bildirişi verilməsinə səbəb BIOS-un olmasıdır. BIOS deyir ki, məsələn, kompüterimizdə hər hansı bir proqram işləmir, kompüterdə problem var, nəsə belə bir bildirişlər gəlir. Onun hamısını təmin edən qurğu BIOS-dur. Və BIOS-la CMOS-u adi istifadəçilər dəyişə bilməz. BIOS-la CMOS istehsal olunan şirkət tərəfindən kompüterin daxilində gəlir. Bəs CMOS nədir? CMOS-da tarix, zaman, parol konfigurasiyasıdır. Konfigurasiyası. Tarix, zaman, parol konfigurasiyası deyərkən, bax, bu tarixlər nəzərdə tutulur. Biz öz tariximizi dəyişmirik. Yəni, belə deyək də, bunu dəyişən avtomatik CMOS bateriyasıdır. Və yaxud da ki, parol. Parolu özümüz dəyişmirik. Onu dəyişən CMOS bateriyasıdır. İndi gəldik periferiya hissəsinə. Periferiya hissəsi nə deməkdir? Periferiya hissəsi əlavə qurğular deməkdir. Əlavə qurğular. Kompüterdə əlavə qurğular var. Bunlar hansılardır? Printer, skaner, xarici yaddaş qurğuları, daha sonra digitizer, MIDI klaviatura, TV tuner və s. Hamısı əlavə qurğulardır. Kompüterin əsas qurğularına aiddir sistem bloku, monitor, klaviatura. Qalan digər qurğuların hamısı isə adlanır əlavə qurğular. Əlavə qurğular özü 3 hissədən ibarətdir. Xarici yaddaş qurğuları, idarəetmə pultu və daxil etmə, xaric etmə qurğuları. Xarici yaddaş qurğularına nələr aiddir? Ən kiçik ölçü vahdinə malik olan FDD diski. Buna həmçinin disketlər də deyilir. Həcmi 1,44 MB-a bərabərdir. Növbəti gəlir CD disklər. Həcmi 650 ilə 700 MB aralığında dəyişir. Növbəti gəlir DVD disklər. Həcmi 4,7 GB ilə 17 GB aralığında dəyişir. Müəllim, megabaytlar əzbər bilməliyik burada. Təbii ki də bəli. Təbii ki. Sonra növbəti gəlir Blu-ray texnologiyası. Blu-raydən də yazım ki, mən hər ehtimala birdən işdir, düşər, yaza bilərsiniz. Blu-ray texnologiyasında isə disklərin həcmi 25 GB ilə 200 GB aralığında dəyişir. Növbəti isə gəlir SSD, HDD. Biz bilirik ki, SSD ilə HDD-nin həcmi terabaytlarla ölçülür. Nələrlə? Terabaytlarla. Növbəti bir dənə də xarici yaddaş qurğumuz var, o da streamerdir. Streamer də köhnə toy kasetləridir. Streamer nədir? Köhnə toy kaseti. İnformasiyanı maqnit lenti üzərində yazır. Nə edir? İnformasiyanı maqnit lenti üzərində yazır. Maqnit lenti.
Xarici yaddaş qurğularımız FTD, CD, DVD, Blu-ray, sonra SSD, HD, streamer, bir də flash kart. Flash kartın yaddaşı isə təqribi olaraq deyilmir, yəni ona görə də biz onu götürmürük. Növbəti gəldi idarəetmə pultu. İdarəetmə pultu böyük kompüterlərin idarə olunması üçün istifadə olunan pultdur. Böyük kompüterlər hansılardır? Ağıllı lövhələr. Növbəti daxil etmə, xaric etmə qurğularını da artıq biz indiki dərsimizdə keçəcəyik. Bir də qaldı sistem interfeysi. Sistem interfeysi nədir? Sistem interfeysi isə mərkəzi hissə ilə periferi hissəsi arasında əlaqə quran bir interfeysdir. Bu belə. Gəldi bu hissədə vardı biraz